Xüsusən də hoca Mustafa İslamoğlu'nun çok güzel vaazları var. Onu dinleyəndə adam ağlamaya bilmir. Baxır, həqiqətən də insana təsir edir. Qəlblərə yol tapar onun sözləri. Əlbəttə ki, o dəvət etdikdə, vaaz verdikdə Allahın, Peyğəmbərinin, onun sahabelərinin həyatından, onların dediklərindən vaaz verir deyə Allah Subhanahu Teala o dəvətə, o vaaza bərəkət verir. Allah'tan istəyirəm ki, Allah sizin o Hilal TV'nize bərəkət versin. Bütün dünya yayınlansın. Afrika'da, Amerika'da, Avrupa'da her yerde sizin güzel söhbətlərinizi dinleyenler olsun. Adem'in babası kimdi diye soruyorum ara sıra ya. Adem'in babası da mı var diyorlar. Var ya, Kur'an söylüyor. İnsan suresinin 2. ayeti Adem'in babasının olduğunu söylüyor. Öyle ya, herhalde toprak değil. Toprak hepimizin babası.